Hamınıza salam dostlar, mən Hüseyin. Bugün sizlərlə birlikdə 3 ədəd top növünü yoxlayacaq. Birisinin adı vanillidir, birisinin adı çernikalıdır deyəsən. Bu isə şokoladlıdır. 3 növü yoxlayacaq. Görək hamısı daha qəşəng olacaq. Məncə şokoladlı daha yaxşı olacaq. Onda hazırsanız bu videoya like atmayı, abunə olmayı və rəy yazmayı unutmayın. Onda 1, 2, 3, hop. Gəlin indi birinci vanilini açaq, yoxlayaq. Elə. Ağ rəngdədir, çünki vanilli olduğuna görə. Onda Bismillahirrahmanirrahim. Elə bir marojnanı əriyəndən sonra içirsinizsə, onun dadı deyil. Onun dadı deyilsə, süt kimi iyi gəlir. İndi çernika ilə yoxlayaq. Necədir? Baxaq. Bunun rəngi bənövşəyidir. Mavi olmasını gözləyirdim. İynə baxaq birinci. Qəribə iyi var. Bilmədim nə idi. Onda hazırsanız yoxlayaq. 1, 2, 3, bismillah. Bunun dadı normaldır. Çox da bilmədim necə dadır. İndi gələk yoxlayaq şokoladını. Gəlin baxaq. Normal şokoladdır. Ona görə də qəhvəyi rəngdədir. Şokoladlı süt kimi iyi verir, düzünü deyim. Bunun şokoladlı sütlə fərqi yoxdur. Amma yenə də xoşuma gəldi. Bu üçünün də arasında ən sevdiyim mənim şokoladlı oldu. Sonra vanilli, sonra çernikalı idi deyəsən. Bunu sevdim çünki bu həmişə sevdiyimiz şokoladlı sütdür. Elə bir şokoladlı süt alırsınız ondandır. Bu marojnanın əridilmişi kimidir. Bunun dadı da baxın. Çox da bilmədim necədir. Amma məncə ən yaxşı şokoladdır, sonra vanilli, sonra bütün. Belə qəşəng videoların gəlməsini istəyirsinizsə like atıb, abunə olmayı və rəy yazmayı bildirməyin. Onda yaxşı sağ olun.